Və qızıma cehiz vermərəm. Bir mənalı olaraq. Qızınıza cehiz verməyəcəksiniz. Niyə? Mən qızıma verəcəyim cehiz əxlaq, ədəb, tərbiyə, bir qız, gəlin, ana olaraq bilik və bacarıqlar və ali təhsil. Kimin Hamı qızına vermir. ali təhsil. İndi məsələn də istisnaları bildim, amma hamı övladını çalışır, oxutursun, təhsil versin. İndi qızı bizi bu qaydalarımız, sosial dəyərlərimiz, qıza cehiz verilir, oğlana ev verilir. İstəyirsiniz biraz da haşiyə çıxım, sizi biraz da fikirlərimdən təəccübləndirirəm. Mən bilsəm ki, mənim qızım ərə getdiyi evdə əri ilə bərabər soğan çörək yeyir, mən onlara heç duz da aparıb vermərəm. Amma mən bilsəm ki, onun əri kabab yeyir, mənim qızıma soğan çörək yezdirir, o kababı ona haram eləyərəm. Belə daha yumuşaq dedim. Tamam. Amma bilsəm ki, oğlum evdə soğan çörək yeyir, gəlinim də soğan çörək yeyir, mən ona kabab da aparıb verərəm. Çünki o gəlin artıq mənim məsuliyyətimdir. Qız mənim deyil, qız artıq o ailəmdir. Siz deyəsən, qız sevən ata deyilsiniz. Mən qızımı çox cehiz sevirəm. verirsiniz, Mən qızımı çox sevirəm. Bunu məni şəxsən tanıyan hamı bilir. Siz də daxil. Qızınızı sevirsiniz, cehizin verin. Bizim sizinlə elə bir görüşümüz yoxdur ki, biz orada mənim qızım və sizin qızınız barədə danışmayaq. Doğru, bilirəm. Çünki siz də bilirsiniz ki, mən qızımı çox sevirəm. Mən qızımı çox sevdiyim üçün. Əlavə eləyərdim. Cehiz verməyəcəksiniz övladlarınıza? Yox, mən də öz subyektiv fikirlərdən biri söyləyəcəm. Mən cehiz verəcəm amma. Bir dənə qızım var da, nəyim var qızımın? Hansı ki,